İnfluenza virusu nedir? Niye bu kadar sürətlə yayılır? Bunun səbəbini tapsaq, bu virusdan bir dəfəlik qurtula bilərik. İnfluenza virusu gripin daha şiddətli və daha ağır növüdür. Bir növ mutant kimi fikirləşin və yoluxduğumuz zaman yuxarı tənəffüs yollarından başlayaraq bütün bədənimizi ələ keçirdir. Qızdırma, halsızlıq, quru öskürək, ürək bulanma, qusma kimi əlamətlərlə özün biruzə verir. Yoluxucudur, bəli, çox sürətlə yayılır. Ailənin bir üzvü xəstələndisə, bütün üzvü bu virusa yoluxacaq deməkdir. Bəs necə qorunaq? Yoxdur yolu, var. Ekrandakı ağ ürəyə toxun, qırmızı rəng olsun və mənə diqqətlə qulaq as. Yaxınlaş aptekə, alfa-qulkan kapsul al. Bu kapsul tərkibindəki beta-qulkan və beta-kartinin köməyi ilə ən güclü immunostimulyatorlardan sayılır və istifadə edildiyi zaman üzərində göstərdiyi kimi viruslara qalxan yaradır, bağışıqlıq sistemimizi dəstəkləyir, immun sistemimizi gücləndirir və influenza virusu tipli viruslardan bizi qoruyur. Ölkənin bütün apteklərində əl satandır. Olmasa da əczaçılarımızdan xahiş edin, köməkli göstərib gətirsinlər. Dərman vasitəsi deyil, xüsusən də orta yaşlı insanlara bu dönemde kesinlikle tövsiye edirəm alıb qəbul eləsinlər. Bu tipli videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əzlasınız. Baloğlanla daim sağlam qalasınız.